bazarında əvvəlki canlanmadan demək olar ki, əsər əlamət yoxdur. Dabaq xəstəliyi qutarsa da alıcılar hələ də bazara getməyə tələsmir. Satıcılar isə deyir ki, bu artıq xəstəlik yox, alıcıların qorxusudur. Durğunluq görükür. Amma dabaqla bağlı deyil. Yəni dabaq bir an dünyanın hər yerində var o dabaq. İndi ucu qutarıbdır. Hardasa 2 ay bundan qabaq qutarıb. Prosto indi durğunluq cəmaatın rifahı ilə bağlıdır. Gələn alıcılar əsasən nəyə fikir verirlər ət alanda? Keyfiyyətə mal əti, burada dana yoxdur, düy ətləri var. 12-13 arası, 13-ə qədər. 14-də satan yoxdur. Qoyun əti isə, tutaq ki, qoyun ətinin yaxşısı kökü 14-13. Durğunluq onunla bağlıdır ki, xanım, indi yeni ildən sonra cəmaat biraz olan əlindəki o pulları xərclədilər. Həmişə belə olur, yanvar ayının 10-undan sonra yavaş-yavaş tədricən düzəlir. Əvvəl az idi, bəli, o dabaq xəstəliyi olan vaxtı alıcılıq qabiliyyəti az idi. Bax, belə bizim mal ətlərimiz var, bax, qoç ətlərimiz var, bax, 13 manata qoç ətləridir, bax, belə ətlər. Sonra bax, belə mal ətlərimiz var, 12 manat 50 qəpik, 12 manat civarında, bax belə. Biraz bu təzə ilə görə hamı bazarın zadını eləyir. Alanda 8 kilo, 7 kilo belə. Mən həmişə ət yeyən olmuşam. Deyim ki, indi dabaq olmayıb. Bu 70 ildir, 80 ildir bu dabaq var. Niyə görə? Hamımız rayon adamı yox. Mən həmişə ət alıb yemişəm, alıb yeyirəm də. Təmizlik birinci nömrə. İkinci də baxıb görürəm ki, kimdə ət necə, nətərdir. Tək başıma ay ərzində bir 5 kilo, 6 kilo alıram da. Bazarlarda satılan bütün ətlər baytarlıq nəzarətindən keçdikdən sonra xüsusi möhür vurularaq satışa buraxılır. Satıcıların sözlərinə görə hər bir məhsulun mənşəyini təsdiqləyən sənədlər mövcuddur və alıcı istəsə onlarla tanış ola bilər. Ancaq görünən odur ki, bu nəzarət mexanizmləri alıcıların etibarını tam bərpa etməyə hələ ki kifayət etmir. İnsanlar üçün əsas məsələ təkcə sənəd yox, həm də daxili rahatlıqdır. Gündəlik olaraq istifadə olunan, xüsusən də riskli məhsul kateqoriyasına düşən məhsullardan biri də ətdir. Qırmızı ətdən daha çox istifadəsi gündəlik olaraq bizim milli mətbəxin təamlarla, bu məhsulla hazırlanması ilə əlaqədardır. Həmçinin bu məhsulun kalori dəyərlisi və zülal tərkibinin zənginliyə bağlı olaraq istehlakçılar tərəfindən daima daha çox seçilir. Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında illik 100 kiloqramın yuxarısında təqribən 127 kiloqram qəbul olunan ət ölkəmizdə əslində bundan daha çox qəbul olmalıdır. Çünki bizim mətbəximizdəki təamların əksəriyyəti ətlədir. Onun da bir çoxu mal əti ilə ərsəyə gəlir. Amma qiymət əlçata bilərliyi nöqteyi nəzərdən və yerli kənd təsərrüfatının imkanlarına əlaqədar olaraq hazırda göstərici bundan daha aşağı görünə bilər. Mütəxəssislər bildirir ki, ət faydalı məhsul olsa da onu keyfiyyətli və təhlükəsiz şəkildə almaq əsas şərtdir. Qiymət artdıqca isə insanlar daha ucuz və alternativ məhsulları üst tutur. Bu da qırmızı ətə tələbatın azalmasına səbəb olur. Qiymət artımı bir məhsulun özü ilə bağlı həm də qida təhlükəsi nöqteyi nəzərdən, həm də iqtisadi baxımdan bir qida qabiliyyəti əmələ gətirir. Qida qabiliyyəti də məhsulun qiymətinin münasib qiymətdə istehlakçılar tərəfindən təhlükəsiz şəkildə dövrü olaraq alına bilinməsi və ya bilinməməsini tənzimləyir. Əgər insanlar ət məhsulunu almaq üçün müəyyən maddi imkanlara malik ola bilmirlərsə və ya əvvəlki dövrlərdə olan imkanlarla indi həmin əti əldə etmək olmursa, bu tələb və təklif məsələsi də eyni zamanda. Ət bazarlarında durğunluğun səbəbi təkcə xəstəliklə bağlı deyil. Qiymətlərin dəyişməsi, ailə büdcəsinin məhdudlaşması tələbatın azalmasına təsir göstərir. Baytarlıq nəzarəti və sənədləşmə mövcud olsa da alıcı üçün əsas olan etibardır. Mütəxəssislər bildirir ki, bazarda canlanmanın bərpası üçün həm qiymət əlçatanlığı, həm də istehlakçıda təhlükəsizlik hissi təmin olunmalıdır. Zemfira Rəcəb, Teymur Hüseynov, Elşən Əhmədov.